Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq ona təqdim eləyin. Bu sizin ağıllı elədiyiniz ibadətdir. Müqəddəs kitab çox praktikidir. Əvvəlki fəsillərdə olan ilahiyyətə nəzər saldıq. Tətbiq nədən başlayır? Bədənlərimizdən. İlk öncə Allahı razı salan diri qurban olaraq bədənlərimizi ona təqdim eləyək. Deyə bilərsən, əsas bədən yox, daxili məzmundur. Lakin Allah çox praktikidir. Məsələn, bir stəkanda suyu görüb səndən xahiş eləyə bilərəm. O stəkanı mənə ver, zəhmət olmasa. Mənə nə verəcəksən? Həm qabı, həm də onun içində olanı. Qabsız suyu mənə necə verə bilərsən? Eləcə də Allah. O qabı istəyir. Qabı və onun içində olanları. Əslində qabı Allaha verməsən, içindəkiləri də verə bilməzsən. Beləliklə, Allah qab olan səni və sənin daxilində olanları istəyir. Allah canlı qurban olmağımızı istəyir. Bu, əhd-i ətiq qurbanlarından fərqlidir. Əhd-i ətiqdə qurbanı təqdim eləyəndə onu kəsir, ölü bədənli qurbangaha qoyurdular. Allah deyir, eyni ilə sənin də bədənini qurban verməyini istəyirəm. Bütün bədənini qurbangahıma qoy. Qoy əhd-i ətiq qurbanı kimi. Yeganə fərq odur ki, bədənin ölü deyil, canlı olmalıdır. Allah çox adi söz deyir. O deyir, sənin bədənini istəyirəm, bədənini mənə versəm, bütövlükdə mənimki olacaqsan. Matta 20-də İsa fariseylərlə danışır. Fariseylər səhv şeylərə dəyər verdiklərinə görə əhəmiyyətli saydıqları məsələlər kənarda qalır. Onlar deyirdilər ki, qurban daha vacibdir, nəinki qurbangah. İsa dedi, ey körlar, hansı daha böyükdür? Qurban mı, yoxsa qurbanı təqdis eləyən qurbangah mı? Sonuncu hissəyə fikir verin. Qurbanı təqdis eləyən qurbangah. Sənin bədənin də elə. Bədənini Allahın qurbangahına qoyanda o müqəddəs olur, təqdis olunur. Allah üçün ayrılır. Lakin bu hərəkəti sən özün eləməlisən. Bədənini Allaha həsr eləmək qərarını sən verməlisən. Əməldə bunu necə eləmək olar? Elə eləməlisən ki, yalnız Allahın tapşırdığı işi görəsən, Allahın göndərdiyi yerə gedəsən. Allah səni səhraya, şəhərə, dağa göndərə bilər. Ola bilsin, sənə qab yumağı, vəz eləməyi tapşıra bilər. Zəhmətinə görə ödəniş ola da bilər, olmaya da bilər. Öz qərarlarının hamısını inkar edib Allahın qərarlarına riayət eləməlisən. Sadəcə bədənini ona təslim eləyibdir. Budur, ey Allah, sənə etibar eləyirəm, bədənimlə lazım bildiyini və istədiyini elə. Bədənini Allaha belə qurban təqdim eləyə bilərsən, sonra bunun nəticəsində ağılda dəyişiklik baş verir. Romalılara 12:2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. Bədənini qurban təqdim eləyəndən sonra qəribə görünsə də ağlında dəyişiklik baş verəcək, düşüncən dəyişəcək. Allah deyir, ağlın yenilənir. Daha sonra ağlın yenilənəndə Allahın iradəsini özün üçün aşkar edirsən. Paul Allahın iradəsini bu üç gözəl və xoş sözlə təsvir edir. O deyir ki, Allahın iradəsi yaxşıdır, onu razı salandır və kamildir. Allahın iradəsini aşkar eləməyə başlayanda iradənin yaxşı olduğunu görəcəksən. Allah öz övladları üçün yaxşısını arzulayır. Heç vaxt pis olanı arzulamır. Getdikcə Allahın iradəsini daha çox aşkar eləyəcəksən. Görəcəksən ki, bu iradə onu razı salır. Sən də bu iradəni ürəkdən istəyəcəksən. Bundan sonra isə sən bu iradəni tam başa düşəcəksən və biləcəksən ki, bu iradə kamildir. Həyatının hər bir sahəsini əhatə edir, hər bir ehtiyacını qarşılayır. Elə bir şey yoxdur ki, Allahın kamil iradəsini təmin eləməsin. Allahın kamil iradəsi sənin xeyrinədir. Lakin bunu unutma ki, yalnız ağlın yeniləndikcə sən Allahın iradəsini aşkar eləyə bilərsən. Dində isə bu yoxdur. Din insanı zahirdən dəyişir. Allah isə daxildən dəyişir. Allah deyir, mən sənin ağlını dəyişməyə başlayanda sən dəyişəcəksən.
həyat tərzin dəyişəcək. Onda öz yaxşı, məqbul və kamil iradəmi sənə açıqlaya biləcəyəm. Nə üçün Allah öz iradəsini ağlımız yenilənəndən sonra bizə açıqlaya bilər? Çünki bizim köhnə günahlı təbiətimizdə olan ağıl Allahın iradəsini qəbul edə bilmir. Allah onu yeniləməlidir. Romalılara 8:7 cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik eləyir. Aydındır ki, Allah elə düşmənçilik eləyən ağıl Allahın iradəsini qəbul edə bilməz. Allaha qarşı düşmənçilik eləyən ağıl yenilənərək dəyişməlidir. Yenilənmiş ağıl, yalnız yenilənmiş ağıl Allahın iradəsini aid eləyə bilər və qəbul eləyə bilər. Cismani ağıl insanın üsyankar canının bir hissəsidir. İnsanın canında 3 əsas hissə var: iradə, ağıl və hisslər. Cismani ağlın diqqəti insanın özünə cəmləşir. Öz mənliyini düşünür. Mərkəzdə öz mənliyidir. Sadə feillərlə bunu ifadə edir. Günahlı təbiətdən gələn iradəyə tabi olan insan deyir: mən istəyirəm. Onun ağlı deyir: mən belə hesab eləyirəm, belə düşünürəm. Onun hissləri deyir: mən belə hiss eləyirəm. Yenilənməmiş, cismani insan bu 3 feil ilə idarə olunur. Mən istəyirəm. Mən düşünürəm. Mən hiss eləyirəm. Onun bütün həyatı mənliyinin ətrafında dolanır. Belə bir vəziyyətdə o Allahın iradəsini ard eləyə bilməz. Böyük və davam edici dəyişiklik baş verməlidir. Mən istəyirəm, mən düşünürəm, mən hiss eləyirəm ifadələri ilə özünü göstərən münasibəti inkar eləmək gərəkdir. Kim canını xilas eləmək istəyirsə, onu itirəcək. Amma kim mənə görə canını itirirsə, onu qoruyacaq. Canını xilas eləmək istəyirsənsə, onu itirəcəksən. Lakin canını və ya cismani həyatını itirməyə razısansa, onda yeni həyat tapacaqsan. Bu həyatı Allah sənin üçün hazırlayıb. Canını və ya cismani həyatını itirmək nə deməkdir? Özünü inkar eləmək deməkdir. Bu o deməkdir ki, özünə belə deyirsən: daha mənə göstəriş verməyəcəksən. Sənin istədiyin, düşündüyün və hiss etdiyinlə mən daha idarə olunmayacağam. Başqa ölçülərlə, meyarlar yaşayacağam. İstiqamətimi başqa mənbədən alacağam. Xudbinliyimə son qoyuram. Öz mənliyim daha mərkəzdə olmayacaq. Hisslərimin və təəssüratlarımın əlində daha oyuncaq olmayacağam. Köhnə cismani həyatla işim bitdi. Öz mənliyimi mərkəzdə görən həyat tərzinə də, düşüncəyə də son qoyuram. Uzun illər ərzində bunlar məni idarə edib. İndi isə yeni həyat aşkar eləyəcəm. Allahın mənim üçün hazırladığı həyatı. Efeslilərə 2:10. Biz Allahın yaratdığı əsərlərik. Əvvəlcədən hazırladığı yaxşı əməllərə görə həyat sürmək üçün Məsih İsa'da yaradıldıq. Allahın hər birimiz üçün unikal və xüsusi tapşırığı var. Lakin köhnə tərzdə düşünməyə davam eləyəndə, köhnə mənliyimiz mərkəzdə olanda, bizi idarə eləyəndə, köhnə yollar bizi həvəsləndirəndə, niyyətlərimiz köhnə olanda, Allahın hər birimiz üçün hazırladığı yaxşı əməlləri yerinə yetirə bilmərik. Bir həyat itirməliyik, digər həyatı isə əldə eləməliyik. Allahın sənin üçün hazırladığı bol həyatı istəyirsənsə, özünə sual verməlisən. Köhnə cismani həyatı itirməyə hazırammı? Köhnə düşüncə tərzimi, mən istəyirəm, mən düşünürəm, mən hiss eləyirəm düşüncəsini tərk etmək istəyirəmmi? Allaha ağlımı yeniləməyə imkan verəcəyəmmi? Allaha